Salam dostlar. Bugün sizə nə nasist, nə də Hitler haqqında danışacağam. Bugün sizə psixoterapiyanın əsasını qoymuş Doktor Frankl'ın həyatından İnsanın Məna Axtarışı kitabı 3 hissədən ibarətdir. Birinci hissəsində orada keşməkeşli həyat yaşayan insanların əzablarından bəhs edir. İkinci hissəsində bədii üsulda insanlara çatdırır fikirlərini. İkinci və üçüncü hissəsində psixologiyaya dair insanlara, insan psixologiyası və ümumi baxış, yəni insanın mənəviyyatı haqqında keçdiyi yolları izah etməyə çalışır. Freuddən fərqli olaraq, Freud insanın həyatının mənasını bəlkə də cinsəllikdə görürdü. Bəlkə də biz onu biraz fərqli anlayırıq, amma Doktor Frankl o insanın mənəviyyatında görür həyatını, mənasını, həyatda daha çox uğur qazanan insanların da mənəvi cəhətdən zəngin olduqlarını qeyd edir. Çox mənalı kitabdır, hər kəsə tövsiyə edirəm və Doktor Frankl'ın digər kitabı.